Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Salur Qazanın evinin yağmalandığı boyun təhlili ilə bağlı müxtəlif məqamlara baxmış olacaq. Təhlilə keçməmişdən öncə nəzərinizə çatdırım ki, biz artıq hazırlıqlara başlamışıq. Abituriyentlər, MİQ imtahanına hazırlaşanlar, sertifikasiya imtahanına hazırlaşanlar bizim hazırlıqlardan yararlana bilərlər. Bizimlə hazırlaşmaq üçün 050 650 24815 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz, ətraflı məlumat əldə edə bilərsiniz. Və həmçinin bizimlə hazırlaşanlar ödənişsiz mənim müəllifi olduğum vəsaitlə təmin olunacaqlar. Vəsaitdə nələr var? Bütün əsərlərin təmsil, hekayə, şeir və s. bütün hər birinin təhlilləri incəliyinə qədər yer alıb, həqiqətən tayı bərabəri olmayan vəsaitdir. Digər müxtəlif müvafiq mövzuların da təhlilləri ilə siz kanalda tanış ola bilərsiniz ki, necə təhlillər var. Belə yoldaşlar, bizimlə hazırlaşmaq istəməyənlər də vəsaiti 15 manata əldə edə bilərlər. Yenə də nömrə ilə əlaqə saxlayın. Bütün əsərlərin təhlillərindən yararlanın. Belə, davam edək. Demək, bu boy eposun ikinci boyu hesab olunur. Bəzən testlərdə 6-cı, 8-ci boy yazırlar. Təbii ki, səhv məqamlardır. Qazanın ov təklifinə ilk razı olan obrazlar görək hansılardır? Dəli Dondaz və Qarabudaq. Qazanın Sası dinli Gürcüstan sərhədinə gedəcəyini Aruz Qocanın dilindən öyrənirik. Ümumilikdə isə qoşun Aladağa ova çıxmışdır. Qazanın dəstəsini görən kafirin casusu idi və bu xəbəri Şöklü Məliyə verir. Uruzun dustaq olduğu boyda qoşunu kafirin casusu görür. Amma xəbəri təkura deyil, Şöklü Məliyə demək, xəbəri təkura deyir, Şöklü Məliyə demir. Qazanın evinin üstündə ölən obraz Alp Ərənin qardaşı İlək qoca oğlu Sarı Salmaş idi. Çobanın qardaşları Qazanın evini qoruyarkən deyil, Dərbəndəki sürünü qoruyarkən şəhid olurlar. Qazanın evi yağmalananda Uruzla bərabər olan 300 igid də əsir götürülür. Yəni bu igidlər öldürülmür, şəhid olmurlar bax bu igidlər. Görün necə xırda məqamlara diqqət eləmişik. Uruzun dustaq olduğu boyda isə Uruzun 40 igidi şəhid olur. Yəni onlar əsir götürülmür, şəhid olurlar. Baxın, Qazan bəydə bir heyfimiz qaldı deyən kafir Qazanın Dərbəndəki 10.000 qoyununu nəzərdə tuturdu. Burla xatına şərab paylatmağı nəzərdə tutmur ha. Baxın, bunların da ayrıntısını vermişəm. Bəylər, bilirsinizmi Qazana necə heyf vurmaq lazımdır deyən Şöklü Məlik Burla xatuna şərab paylatmağı nəzərdə tuturdu. Aydındır, kafirlər çobanın yanına bəylik təklifi verməyə deyil, qoyunları aparmağa gəlmişdi. Bəylik təklifini kafir edir. Şöklü Məlik etmir. Çoban kafirlə söhbətində ox, sapand, dəbilqə, börk, nizə, dəyənək, qılınc, çovkan kimi məhfumları qarşılaşdırır. Baxın necə xırda məqamlara toxunmuşuq. Bu boyda iki obraz yuxu görür. Qazan və çoban obrazları. Boydakı qardaş obrazlardan ikisi öz qardaşını şəhid verir. Alp Ərən və Qaraca Çoban. Çobanın iki qardaşı Qaban gücü və Dəmir gücü bu boyda şəhid olurlar. Qazanın ardıcıl olaraq gördüyü yuxuya gəlin. Baxaq, bu da düşən məqamlardan biridir. Ola bilər ki, testə salır. Biri Qazanın gördüyü yuxulardan deyil. Ona görə bunları biz vermişik. Baxaq, yumruğumda şahin çırpınıb quşumu əlimdən alır. Evimin üstündə ildırım çaxdığını gördüm. Düşərgəmin üstünü duman aldığını gördüm. Quduz qurdların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qarığı kimi uzanır. Uzandıqca gözümü örtür. Əllərimdə 10 barmağımı qan içində gördüm. Qara günə Qazanın yuxusunu tam yoza bilmir. Bəzən testlərdə düşür, yazır ki, qara günə Qazanın yuxusunu tam yozandan sonra yola düşürlər falan filan. Təbii ki, məqamlar səhv məqamlardır. Yozduğu yuxu nə idi? Qara bulud sənin taleyin, qar ilə yağmur sənin qoşunun, saç, qayğı, dərd, sərdir.
Qan isə qaranlıq hesab eləyir. Yəni bu formada yozur. Qazanın ardıcıl olaraq xəbərləşdiyi obyektlər hansılardır? Yurd, su, qurd, köpək və sonda çobanla xəbərləşir. Baxaq görək burada nə yazmışıq. Testdə yazsa ki, Qazanın yurdunu soruşduğu obyektlərin heç birindən cavab almır. Aha. Yazmışıq ki, Qazan yurdunu soruşduğu obyektlərin heç birindən cavab almır. Təbii ki, bu səhv məqam olacaq. Niyə? Çobandan xəbər ala bilirdi. Qazanın cavab ala bilmədiyi üçün döydüyü köpək çobanın idi. Elə Qazan xanın yox ha. Qazan su ilə xəbərləşəndə İslam dininin müqəddəs şəxslərinin adlarını çəkir. Çobanın kafirlə döyüşü zamanı 3 yerdən yaralandığını elə onun dilindən öyrənirik. Qazan xan ona nə deyərlər deyə əvvəlcə çobanı onunla düşmən üzərinə getməyə qoymur. Amma sonra çobanın mərdliyini görüb onunla döyüşə getməyə razılaşır. Çoban Qazanın evini qurtarmaq üçün deyil, qardaşlarının qisasını almaq üçün Qazanla düşmən üzərinə getmək istəyirdi. Ha, bu məqama xüsusilə diqqət yetirin. Şöklü Məliyin Burla xatun haqqda xain planını Burla xatuna heç kim demir, özü eşidir. Uruz bu boyda ağacla danışmaq üçün kafirlərdən aman istəyir. Yəni burada Uruzun kafirlərdən aman istəməsi var. Niyə istəyirdi? Ağacla danışmaq üçün. Qazanın anasını Yayxan keşiş oğluna vermək istəyən kafir idi. Şöklü Məlik yox. Düşmən üzərinə hücuma keçəndə dış Oğuz bəyləri ilə Dəli Dondaz sağdan hücum edib Qara Tükən Məliyi öldürür. Qara Budaq soldan hücum edib Buğacıq Məliyi öldürür. İç Oğuz bəyləri ilə Qazan xan mərkəzdən hücum edir və Şöklü Məliyi öldürür. Bu məqam da abituriyentlərə qaranlıq qalan məqam idi. Bunu da vermişik ki, problem olmasın. Kafirin bayrağını Qaragünə qılınclayıb yerə salır. Yəni Burla xatun deyil ha, Qaragünə qılınclayıb yerə salır. Çobana Əmir Axur vəzifəsini təklif edən Qazan xan sonda vədinə sadiq qalır. Testdə düşər ki, Qazan xan çobana Əmir Axur vəzifəsini təklif etsə də, vəd versə də, amma vədinə sadiq qalmır. Təbii ki, səhv məqamdır. Sonda Qazan xan Əmir Axur təyin eləyir çobanı. Gəlin bu boyla bağlı ümumi məqamlara baxaq, görək nə var burada. Əsas hadisələr Qazanın ova çıxması ilə başlayır. Yəni testə salar ki, düşmənin Qazanın evinə hücumu falan filan bu məqamlarla başlayır. Səhv məqamdır. Hadisələr Qazanın ova çıxması ilə başlanır. Eposun bütün boylarında real döyüş səhnələrinə və onun təsvirinə yer verilib. Eposun hər birinin ayrıca süjet xətti var. Epos deyəndə bütöv dastan nəzərdə tutulur. Yəni eposun Qazanın evinin yağmalanması, Uruzun dustaq olduğu boy və s. kimi boyları vahid süjet xəttinə malikdir. Qaraca Çoban və Burla xatun dilemma qarşısında qalır bu boyda, yəni iki seçim arasında qalırlar. Uruzun məğlub olmağında düşmənin sayca çox olmasının və gecə vaxtı qəflətən hücum etməsinin də rolu böyük idi. Düşmənin gecə hücum etmək üçün xüsusiyyəti də əsərdə aydınlaşır. Yəni düşmən Qazanın evini yağmalayanda gecə hücum etmişdi. Uruz anasının kədərli anlarında ona təskinlik verməyə bu boyda çalışmışdı. Kafirin nizəsini öz dəyənəyi ilə müqayisə edən Qaraca Çoban Qazanın məzəmməti ilə əsərdə belə deyək, boyda üzləşir. Uruz düşmənin mənfur niyyətini puça çıxarmaq üçün tədbir görür. Fikri səhvdir. Yəni bu məqam yoxdur boyda. Düşüncəsinə görə Uruz anasını qınayır. Bu boyda Uruz əsirlikdə olarkən ona işgəncə verilmir. Uruz əsirlikdə olarkən özünü bütün hallarda ləyaqətli aparır. Dastanda Uruzun dustaq olduğu boydaydı Uruzu əsirlikdə incitməkləri. Aydındır, bunu yada saxlayarsınız. Dastanda ənənənin təsiri ilə qafiyəli nəsr mühüm yer tutur. Dastanda mənəvi dəyərə verilən qiymətə rast gəlmək mümkündür. Qazan qoca anasının döyüş zamanı at ayağı altında qalmasından ehtiyat edərək döyüşə başlamamışdan əvvəl düşməndən yalnız onu geri istəyir. Epos bütünlükdə İslam dini ilə səsləşmir. Müəyyən məqamlarda İslama əks məqamlara da yer verilib. Misal üçün qan tökmək və s. buna nümunə ola bilər. Bəzi obrazlar xüsusiyyətlərinə görə real insan təsiri bağışlayır.
Və onu da sizin nəzərinizə çatdırım. Baxın, burada pauza verək. Biz hazırlıq prosesində bütün əsərlərin orijinal olan orijinal o heç, amma bütün əsərləri məzmun cəhətdən oxuyuruq və elə əsərin anında, gedişatında izahlarını veririk. Misal üçün, elə əsər var ki, onun 3 saat, 4 saat mən izahını çəkib yerləşdirirəm YouTube-a və onların linklərini mən müdavimlərə, abituriyentlərə göndərirəm. Onlar rahat şəkildə istənilən vaxt, zaman baxırlar, izahla tanış olurlar və ayrıca da bu qeydləri, konspektləri, təhlilləri təqdim edirəm. Ondan sonra olur möhtəşəm. Və ən əsası istər müdavimlər, istər abituriyentlər mənimlə bərabər belə deyək, üz-üzə sual-cavabda iştirak eləyirlər. Yəni da YouTube-da canlı açıb orada nə bilim eləsi olur da, tutaq ki, belə pisləmək istəmirəm digər müəllimləri, haqlarına girməyəm, amma gördüklərindən var. Yəni cavabını bilməyəndə nə bilim heç görməmişəm sualı falan filan. Amma biz Google Meet platformasında bütün suallara real olaraq anında cavab veririk. Kimin nə problemi varsa, çətinliyi varsa anında öz həllini tapır. Belə, davam eləyək. Oğuz elinin başçısı Qazan xan deyil, Burla xatın, Bayandır xandır, üzr istəyirəm. Dastanda Bayandır xan haqqında geniş danışılmır, döyüşlərdə iştirak etmir. Geniş danışılır desə, təbii ki, səhv məqam olacaq. Qazan xan başçı və sərkərdə olmaqla Bayandır xandan sonra gəlir. Eposun ilk söyləyəni Oğuz elinin başçısı yox, Dədə Qorqud olmuşdur. Dədə Qorqud Oğuz elinin ağsaqqalıdır. Döyüşlərə getmir, igidlərə ad verir, boyların sonunda gəlib xeyir dua verir. Eposda qəhrəmanlıq həm kişilərin, həm də qadınların simasında əyaniləşdirilib. Yəni yalnız kişilərin simasında qəhrəmanlıq əyaniləşdirilə bilməz də. İndi bunu da məntiqi olan insan başa düşə bilərdi. Qaranlıq axşam olanda qayğılı çoban, qar yağış yağanda ocaqlı çoban, südü, pendiri bol, qaymaqlı çoban, kafirin dilindən verilən ifadələr idi. Qaranlıq axşam olanda qayğılı çoban, qarla yağış yağanda ocaqlı çoban, səsimi anla, sözümü dinlə ifadəsi isə Qazanın dilindən verilir. Eposda Dirsə xan xeyirxah və yumşaq təbiətli olması ilə seçilir. Baxın, Dirsə xan xeyirxah, x. Belə də yadda saxlaya bilərsiniz. Beyrək dözümlü və iradəli olması ilə seçilir. Beyrək də böyrəklə yadda saxlayın. Beyrək də hardasa biraz dözümlü olur da. Belə yadda saxlamaq olar. Sərgirək isə ailə münasibətlərinə böyük dəyər verir. Bunu da yadda saxlamağın ən asan yolu əzbərləməkdir. Vəssalam. Bu qədər. Obrazlar və onların sahib olduğu atlar. Gəlin buna da baxaq. Əslində inanmıram belə bir məqam düşə, amma yol qoymamışam da imtahan belə deyək də mərkəzlərinə ki, yəni sizi çaşdırsın. Ona görə bunun da ayrıntısını vermişəm. Baxaq, Qazan xanın atı qonur at idi. Burla xatunun atı qara ayğır. Dəli Dondaz təpəl qaşqa, qara günə göy bədəvi, Şir Şəmsəddin ağ at, Beyrək boz ayğır, Yeynə dur ayğır, Uruz bədöy at. Qarabudaq isə mavi qotazlı atı ilə seçilirdi. Belə yoldaşlar, özünüzə yaxşı baxın. Növbəti təhlillərdə görüşənədək sağ olun.